Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli xanım sədr, ilk növbədə sizi İstanbul şəhərinə uğurlu işgüzar səfəriniz münasibəti ilə təbrik edirəm. Mən də həmkarlarım kimi, bax, hamımızı narahat edən bir məsələyə, Belçika və Niderland parlamentlərinin Anti-Azərbaycan qətnaməsinə diqqət cəlb etmək istəyirəm. Saxta ittihamlarla, əsassız iddialarla dolu bir qətnamədir. Və sual yaranır ki, nədən onlar yenidən Azərbaycanı hədəfə alıblar? Səbəbini biz bilirik. Bununla bağlıdır ki, müzəffər prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında bizim yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü və suverenliyimizi tam, qəti və əbədi təmin edib. İndi də görürlər ki, bu qələbəni bütün beynəlxalq birlik qəbul edir. Görürlər ki, artıq regionda sülh prosesi danılmaz bir prosesə çevrilib. Görürlər ki, Vaşinqtonda tarixi razılaşmalar əldə edilib, sülh müqaviləsi paraflanıb və istisna deyildir ki, bu illəri sülh müqaviləsi imzalana bilər. Və belə vəziyyətdə onların yuxusuna haram qatılır. Onlar ciddi cəhdlə çalışırlar ki, bu prosesin qarşısını alsınlar. Qətnamə aprel ayının 16-sında qəbul edilib. Hesab edirəm ki, zamanın seçilməsi də təsadüfi deyil. Bu, o zamana təsadüf eləyir ki, Antalya diplomatiya forumu baş tutdu və o forumda bir daha bütün dünya görürdü ki, Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi, şəxsən Cənab İlham Əliyev, məhz qalib dövlət başçısı kimi iştirak edir və bütün müzakirələrdə də Azərbaycanın regionda söz sahibi olduğu, Azərbaycanın sülh və təhlükəsizliyə ciddi töhfələr verdiyi üzə çıxırdı. Həm də hörmətli xanım sədr, bu hadisədən bir gün sonra sizin Ermənistanın parlamentinin sədri Alin Simonyanla görüşünüz var idi. Bir gün öncə onlar çox gözəl bilirdilər ki, bu görüş məhz regionda davamlı, uzun müddətli sülhün təminatı məqsədinə xidmət edir. Həm sizin çıxışınızda, həm də Ermənistan parlamenti rəhbərinin çıxışında danışıqların konstruktiv getdiyi və müzakirə olunan məsələlərlə bağlı heç bir fikir ayrılığının olmadığı həqiqəti üzə çıxdı. Bu, Belçikalı və Niderlandlı bu deputatlar lazımdırmı? Bu, parlamentin nümayəndələr palatasına lazımdırmı? Qətiyyən yox. Və ona görə də hesab edirəm ki, Azərbaycanı hədəfə alıblar, amma onların qəbul etdiyi bu qətnamə, bu sənəd bizim üçün kağız parçasından bir şey deyil. Və hesab edirəm ki, sonda bir təklifini də verirəm ki, bütün bu reallıqları nəzərə alıb, biz də Belçika və Niderland parlamenti onun fəaliyyəti ilə bağlı və onun sülhə və təhlükəsizliyə qarşı fəaliyyəti ilə bağlı preventiv addımlar ataq. Təşəkkür edirəm.